Körpənin öyrəndiyi ilk söz anadır. Anadan daha gözəl, isti və minnətdar bir söz varmı? Nə vaxt çətin anlar yaşasam, ağlıma ilk gələn hər zaman yanımda olan və məni ruhlandıran anamdır. Şiddətli küləkdə aclığını doyursa da, övladlarını həmişə dadlı yeməklərlə bəsləyir. Çubuq kimi arıqlasa da, yalnız övladlarının qayğısına qalır. Onun sevgisini təsvir etmək üçün söz yoxdur. Ana, sən sevgisən. Uşaqları üçün olsa, analar hər şey edə bilərlər, hətta öz canlarını belə fəda edə bilərlər. Ana ahtapot yumurtaları çıxıb dünyaya getməmiş, bir dəfə də olsun mağaradan çıxmaz. Çünki o, bir-birinə sıx yapışan 100 min yumurtanın çürüməsinin qarşısını almaq üçün yumurtaların arasına hava üfürməlidir. Yumurtalar çıxanda ana ahtapot bütün gücü ilə yeni doğulmuş körpələrini suyun səthinə itələyir. Və sonra ölür. Güclə yumurta qoyan imperator pingvin anası yumurtanı yetişdirmək üçün çox yorğundur, lakin istirahət etməyə vaxtı yoxdur. O, balalarını qidalandırmaq üçün, balıq tutmaq üçün 60 həddindən artıq soyuğa tab gətirərək dənizə doğru getməlidir. Çiyələk səhərli ox qurbağası dırnaq boyda kiçikdir. Yumurtaları çıxıb iri başlara çevriləndə ana qurbağa balalarını bir-bir belinə alıb yola düşür. O, hündür bir ağacın üstündə yerləşən balalarına qulluq etmək üçün mikrobulağa gedir. Ana qurbağa böyük enerji sərf edərək ağaca dırmanır. Bu, arxasında körpə ilə Empire State Building'ə dırmaşmaq qədər çətindir. Lakin ana qurbağa hər balasını onlar üçün təhlükəsiz olan ağaca aparır. Hətta bu kiçik canlının da böyük ana məhəbbəti var. Ana sevgisi həqiqətən sirlidir. Analara övladları üçün hər hansı bir ağrıya məhəl qoymamağa imkan verən ana sevgisinin mənbəyi nədir? Tədqiqatlar göstərir ki, ana sevgisi hormonlar, estrogen və progesteronun balansı ilə əlaqəlidir. Alimlər deyirlər ki, ana sevgisi öyrənilən bir şey deyil, qismətdir. Onlar deyirlər ki, ana sevgisi növün qorunması üçün irsən keçmişdir. Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. İlk qadın Həvva adının mənası həyatdır. Övladlarına həyat vermək ananın qismətidir. Ona görə də ana həyatını fəda etməli olsa belə övladlarına həyat verir. Allah insanı öz surətində yaratdı, Allahın surətində yaratdı. Onları kişi və qadın olaraq yaratdı. Yer üzündəki analar səmavi ananın surətində yaradılmışdır. Ana sevgisi, səmavi ananın böyük sevgisini göstərən kölgədir. Ata Tanrı mövcud olduğu kimi, sizcə ana Tanrı da mövcuddurmu? Bioloji olaraq kişi və qadının mövcud olması mütləq təbii bir hal deyil. Buna baxmayaraq, erkək və dişinin varlığını verilmiş bir şey kimi qəbul etməyimizin səbəbi ətrafımızdakı əksər orqanizmlərin cinsi çoxalmaya riayət etməsidir, yəni ata və ananın genetik materialını birləşdirərək yeni bir orqanizm yaranır və sonraki nəsillərə ötürülür.
Bitkilər, həşəratlar və hətta göbələklər analarından həyat alır. Ancaq ata və ana vasitəsilə nəslə həyat vermək üsulu təkcinsli çoxalmadan daha təhlükəlidir. Çünki balalarını dünyaya gətirənə qədər müxtəlif proseslərdən keçməli olurlar və çoxalma üçün yaratdıkları rəngarəng tüklər və mahnılar çox vaxt həyatlarını riskə atır. Buna baxmayaraq, niyə bütün canlılar anaları vasitəsilə həyat alır? Çünki hər şeyi sən yaratdın, hər şey sənin iradənlə var olub yarandı. Anadan həyat almaq Tanrının iradəsidir. Bəs niyə Tanrı hər şeyi analarından həyat almaq üçün yaratdı? Tanrı bizə fiziki həyatımızın fiziki analarımız tərəfindən verildiyi kimi, əbədi həyatın da bizə səmavi anamız tərəfindən verildiyini göstərmək istədi. Hər bir canlı orqanizm yalnız anasından aldığı ömür müddəti qədər yaşaya bilər. Deməli, əbədi həyatı yalnız əbədi həyata malik olan ana Tanrı verə bilər. Sonra Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Tanrı yalnız ata olaraq mövcud deyil. Əgər ata Tanrı insanı tək yaradıbsa, o deməliydi, icazə verin, insanı öz surətimdə, öz bənzərliyimdə yaradım. Bununla belə, müqəddəs kitab bizə öyrədir ki, Tanrı insanı Tanrının surətində yaratmışdır, onları kişi və qadın olaraq yaratdı. Tanrının insanı öz surətində yaradanda kişi və qadının yaradılması, Ata Tanrının kişi surətinin və Ana Tanrının qadın surətinin mövcud olduğuna dəlildir. Göylərdə olan atamız. Xristiyanlar müqəddəs kitabın təlimlərinə uyğun olaraq Tanrının kişi surətini ata adlandırdılar. O zaman Tanrının qadın surətini nə adlandırmalıyıq? Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. Qalatiyalılara 4:26. Fiziki dünya bizə ruhani dünyanı göstərmək üçün yaradılmışdır. Bizə yer üzünün məbədi vasitəsilə səmavi məbədi göstərən Tanrı, yer ailəsi vasitəsilə səmavi ailəni də bizə tanıtdı. Tanrının kölgə kimi göstərdiyi yer ailəsi ata, ana, qardaş və bacılardan ibarətdir. Bəs səmavi ailə kimlərdən ibarətdir? İsa bizə öyrətdi ki, bizim ruhlarımızın atası var. Göylərdə olan atamız. Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani ataya daha çox tabi olaraq yaşamalı deyilikmi? Həvari Pavel bizə insan atalarımıza hörmət etdiyimiz kimi, ruhlarımızın atasına qarşı öz vəzifələrimizi onun övladları kimi yerinə yetirməyi öyrətdi. Yer ailəsində uşaqlar var. Yerdəki ailənin gerçəkliyi olan səmavi ailədə də uşaqlar var. Mən sizə ata olacağam, siz də mənə oğullar və qızlar olacaqsınız. Səmavi ailənin bir nüsxəsi olan yer ailəsində uşaqların onları dünyaya gətirən anaları var. Eyni şəkildə səmavi ailədə əbədi həyat verən səmavi ana mövcuddur. Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. Anasız heç bir həyat yarana bilməz. Beləcə, ruhlarımızın anası olmadan əbədi həyat mövcud deyil. İndi ana Tanrı bütün dünyada övladlarını çağırır.
Ruh da, gəlin də deyir, gəl. Qoy eşidən də desin, gəl. Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Anasız həyat mövcud deyil. Zəhmət olmasa, həyat mənbəyi olan səmavi anaya gəlin və əbədi həyatı qəbul edin ki, səmavi səltənəti miras ala biləsiniz. Ana Tanrının yaşadığı Tanrının kilsəsinə gəlin. Bu dövrdə biz yalnız ana Tanrıya inansaq, əbədi həyatı əldə edə bilərik.